Hər axşam olduğu kimi bu axşam da eşidilirik ki, aparıcınız mən Ceyhun Həsənli qaydaları pozma verilişindən hər birinizi salamlayıram və hər birinizə hörmətli sürücülər, bizi dinləyənlər təhlükəsiz yollar arzu edirəm. Bəli, paytaxt yollarında tez-tez rast gəlinən problemlərdən biri də sağ zolaq boş olduğu halda bəzi sürücülərin səbəbsiz şəkildə sol zolaqda hərəkət etməsidir. Bax, bu kimi məsələlər çox aktualdır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidələr aparıb, çox maraqlı kadrlar və görüntülər var bununla bağlı ki, bəzi sürücülər sui istifadə edirlər yollarda. Bəziləri yol mənimdir deyirlər. Və təbii ki, Avto FM radiosunda da, sosial şəbəkələrdə də bununla bağlı paylaşımlar olundu. Təbii ki, belə hallar çox zaman təhlükəli vəziyyət yaradır. Risk faktorları əlbəttə çox olur. Bax, bugün studiyamızda bu məsələni və sürücülərin yol mədəniyyətini əlbəttə ki, müzakirə eləyəcəyik. Qonağımıza gəlincə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bugün bizimlədir. Xoş gördük, xoş gəlmisiniz. Salam, axşamınız xeyirli olsun. Xoş gördük, dinləyicilərimizə salamlayırıq. Bəli, biz dinləyicilərimizdən də istəyirəm soruşaq, sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edən sürücülər barədə siz, hörmətli sürücülər, nə düşünürsünüz? Bax, sizcə bu yəni tələskənlikdənmi irəli gəlir, yoxsa sürücünün məsuliyyətsizliyindənmi, ya da sürücü ancaq özünü fikirləşir, yolda bu da bir egodumu? Bizə fikirlərinizi yazıb göndərə bilərsiniz. Mən bəri başdan WhatsApp nömrəmizi sizin üçün xatırladıram. WhatsApp 055 455 10 77. Və birinci ilə bunu soruşmaq istəyirəm sizdən, Ömər bəy. Ümumiyyətlə, sağ zolaq boş olduğu halda sürücülər niyə sol zolaqla hərəkət etmək istəyirlər və yəni bunun əsas səbəbləri nələrdir? Təbii ki, yenə də biz müşahidə kameralarının görüntüləri əsasında, yəni görüntülərinə əsasən danışacağıq. Bəli. Real nəticələrə əsasən danışacağıq. Aparılan təhlillərə əsasən qeyd edəcəyik. Və müşahidələrimiz onu deməyə əsas verir ki, həm müşahidə kameralarının görüntüləri əsasında, həm özümüz bir sürücü kimi yollarda olduğumuz zaman, yəqin ki, dinləyicilərimiz də bizlə razılaşar ki, bəzi sürücülər var ki, özdə bu sürücülər heç də az deyil. Sanki elə düşünürlər ki, evdən çıxdılar, işə və yaxud hər hansısa bir yerə gedirlərsə, yola daxil oldu, yola keçdilər, sol zolaqla getməlidirlər, hamıdan tez satsınlar. Qaydanda da həmçinin sol zolaqla deməli evə qayıtmalıdırlar. Və burada biz konkret olaraq digər sürücülər üçün bu düşüncənin hansı təhlükələr yaradır, yollara bu düşüncənin, bəzi sürücülərin bu düşüncədə olması hansı problemlər yaradır, Bəli. Yollarda nəqliyyatın hərəkətində hansı çətinliklər yaradır, ümumiyyətlə ölüm və xəsarətin yəni faciə ilə nəticələnməsinə səbəb ola bilirmi? Təbii ki, burada müxtəlif deməli fikirlərimizi deyəcəyik. Məsələ burasındadır ki, qeyd etdiyimiz sürücülər sol zolağa daxil olurlar, sürəti artırırlar, radara yaxınlaşanda sürəti azaldırlar və qarşısında olan bütün sürücülərə faraların, uzaq işıqlarını yandırıb söndürməklə yol istəyirlər. Sanki qarşıdakı nəqliyyat vasitələrinin sürücüləri borcludurlar, həmin sürücülərə yol versinlər və hətta elələri var ki, bir neçə santimetr məsafə saxlayır qarşısındakı nəqliyyat vasitəsi ilə və qarşısındakı nəqliyyat vasitəsi ani deməli tormozlanma etdikdə təbii ki, toqquşma baş verir, qəzalar baş verir və hətta bir neçə dəfə şəxsən müşahidə kamerasının qeydə aldığı qəzaların görüntülərini görmüşəm ki, qarşıda gedən nəqliyyat vasitəsinin texniki nasazlıq səbəbindən dayanması, təkərlərinin çıxması, maddi zərərlə nəticələnən qəzanın bir baş verməsi səbəbindən arxadan gələn həmin o sol zolaqla işıqların yandırıb söndürən sürücü, qarşıda nələrin baş verdiyindən xəbərsiz olan sürücü sürətlə gəldiyindən idarəetməni itirib, həmin avtomobillərə çırpılıb, avtomobildə olan sərnişinləri vurub
və ağır bir yol nəqliyyat hadisəsi baş verir. Baxın, burada həmin sürücü normal qaydada maksimum qeyd olunan sürəti keçməsəydi, ara məsafəsi saxlasaydı, sağ orta zolaqla hərəkət etsəydi, bəlkə də qəza baş verməyəcəkdi. Mən indi işin bu təhlükəli tərəflərini deyirəm. Və xüsusilə də yağmurlu havalarda, qarlı, yağışlı havalarda belə sürücülər xüsusilə də ara məsafəsi saxlamırlar. Sürətlə gəlib məlumat sürət tablosuna çatanda, radarlara çatanda sürəti azaldırlar və təbii ki, bunun özü belə arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti deməkdir. Yəni ümumilikdə indi təbii ki, qanuna istinadən qanunda məsələ necə tənzimlənir, bununla da bağlı məlumat verəcəm, amma istənilən halda sürücülərimiz bilməlidirlər ki, sağ zolaq boş olduğu halda sol zolaqdan axıra kimi, gedəcəkləri ünvana kimi mən keçim sol zolağa, qarşındakı nəqliyyat və çəkil qırağa mənə yol ver düşüncəsində olacaqlarsa, bir gün qəzanın iştirakçısı onların olma şansları yüksəkdir. Allah uzaq eləsin, biz istəmirik qəzalar baş versin, ölüm olsun, xəsarət alan olsun, amma sürücülərin bu düşüncəsini dəyişmək istəyirik. Və ona görə də biz Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi olaraq da real bu cür özünüz qəza videosuna baxmısınızsa, həmin o videoya baxmısınız, özünüz görürsünüz ki, orada da arxadan işıqların yandırıb söndürməklə yol istəyənlər var, ara məsafəsi saxlamayanlar var və qəzanın iştirakçısı olan sürücülərimiz də biz ictimaiyyətə təqdim eləmişik. 9202 nömrəli abunəçi artıq yazırlar, reaksiyalar var mövzu ilə bağlı. Dinləyək dinləyicimizin səsini. Hər vaxtınız xeyir. Mən xeyir. bu sağ zolaq, sol zolaq məsələsi ilə bağlı sizə fikrimi bildirmək istəyirəm. Buyurun. Demək, bizdə belə bir şey var da, belə bir tendensiya var. Bizim bu təlimçilər başa salanda, ən çox da bu xanımlardan gedir söhbət, kişilərdən söhbət getmir. Xanımlar. Yəni ki, mən düzgün başa düşərlər, heç kim başa düşməz. Buna başa sallar ki, sən xanım idarə eləyəndə sırf sol zolağı düzgün getsin. Eyni zamanda yəni yeni avtomobili idarə edən şəxslərdən də söhbət gedir. Yəni bir şey nəzərinizə çatdırım ki, bu sol zolaq sürətlə hərəkət edən nəqliyyat vasitələri üçündür. Yəni sən yavaş hərəkət edirsənsə, yolun sağına keç və yolun sağında hansı sürətlə istəsən o sürətlə də getsə, heç kim maneçilik törətmir. Amma bizdə yox. Yəni bizdə bütün belə deyim də dünya ölkələrindən fərqli olaraq bizdə şofer elə bilir ki, sol zolaq bunundursa, budursa elə bu getməlidir istədiyi sürətlə 60-dan 70-dən. Yəni ona görə də bugünkü gündə vəziyyət tendensiya gətirib çıxardır. Yəni o da sürücülərin savadsızlığından, yəni belə deyim də bir-birini başa düşməməyindən irəli gəlir. Yəni mən əgər tələsirəmsə, mən məcbur sol zolağa hərəkət sürətini artırıramsa, sən yavaş sürə-sürə necə sol zolağı tuta bilərsən? Yəni düzgün yanaşma deyil axı. Və xüsusən də xanımları orada qeyd elədi. Buyurun. Təşəkkür edirəm dinləyicimizə. Deyir, mən tələsirəmsə saat 7-yə işləyib 12 dəqiqədir. Biz açıq-aydın görürük də Heydər Əliyev prospektini. Baxın, indi biz Ceyhun bəy siz də. Bəli. O sürücülərin hamısı tələsir. Hamı tələsir. Bəli, hamı Yəni tələsir. biz hamımız Kim edəcək, hamısı deyəcək tələsir. çıxacağıq, evə tələsəcəyik, birimiz marketə, birimiz, yəni hamımız tələsir. Görüşə. Amma bu o demək deyil ki, biz qanunları pozaq, qaydalara əməl eləməyək. Və dinləyicimiz bir məsələni də dedi, sol zolağa keçmişəmsə, yəni sürətlə sürənlər varsa icazə verin, sol zolağa keçsin. Yəni belə deyil. Qanun var. Məsələn, yol hərəkəti haqqında qanunun 49-cu maddəsi deyir ki, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə getməlidir. Yəni sağ kənarı tutmalıdırlar. Tutmalıdır, bəli. Yaşayış məntəqələrindən kənarda, yaşayış məntəqələri daxilində avtomagistral yol nişanı varsa, sürücü, yəni sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. Bəli. İndi bunu belə izah eləyək. Deyək ki, avtomagistral deyil, yaşayış məntəqələri deyil. Və məsələn, aeroport şosesi Heydər Əliyev prospekti, deməli 90 km/s aeroport şosesi, Heydər Əliyev prospekti də 70-60 km/s sürət. Bu o demək deyil ki, sən ancaq sol zolağı tutub hərəkət etməlisən. Sol zolağı
qarşındakı deyək ki, 90-lıq yoldur, 90 km/saat olan zolaqdır, 70 km-lə gedir. Mən başa düşürəm. Yəni bir sürücü olaraq bu vəziyyəti başa düşürəm. Amma biz bu vəziyyətdə sol zolaqda gələn nəqliyyat vasitələri yoxdursa, təhlükəsizlik təmin etmək şərti ilə, dönmə işıqlarımızı yandırmaq şərti ilə sol zolağa keçib həmin nəqliyyat vasitəsini ötüb öz zolağımıza qayıtmalıyıq. Bəli. Sol zolaqda operativ nəqliyyat vasitələrinin hərəkəti, onlar da təbii ki siqnallarını işə salmaqla onlar üstünlüyə malikdirlər. Yəni biz sol zolaqda onlara yol verməliyik. Digər nəqliyyat vasitələrinə hansı ki arxadan işıqların yandıran, faraların uzaq işıq yandırıb söndürən sürücülər var, mənə yol ver. Biz onlara yol verməli deyilik. Və biz sol zolağa keçib 60, yəni 90 km/saatsa 60 km sürətlə də hərəkət etməli deyilik. Biz keçdik sol zolağa, qarşımızdakı nəqliyyat vasitəsini ötdük, keçirik sağ zolağa, öz zolağımıza qayıdırıq. Yəni sol zolağı maksimum boş saxlayırıq ki, ötmə əməliyyatı edəndə rahat çək. Yoxsa sol zolaq mənimdir, çəkil qırağa düşüncəsini biz kənara qoymalıyıq. Və bu qıraqdan eybəcər görsənir. Bu qıraqdan, yəni biz əgər yol mədəniyyətinin inkişaf elətdirməsini istəyiriksə, biz özümüz bir sürücü olaraq düşüncəmizi dəyişmək istəyiriksə, bəlkə də elə bu məsələdən də özümüzü dəyişdirməliyik. Bu da əsas faktordur yollarımızdakı mədəniyyət üçün. Bəli. Mən sol zolağa keçib ötmə əməliyyatı eləyirəmsə, arxadan gəlib məndən niyə yol istəyirsənsən? Operativ nəqliyyat vasitəsi deyilsən. İnsanıq, biz Azərbaycanlıyıq, bizi digər ölkələrdən fərqləndirən xüsusi bir qaydalarımız var, mentalitetimiz var. Başa düşənik. Məsələ burasındadır. Yəni müəyyən istisna hallar, təcili hallar ola bilər, bəli. Yəni siz indi fikirləşin, nə qədər sürücünün avtomobildə təcilli yardıma ehtiyacı olan xəstəsi ola bilər ki, tez-tez işıqların yanısına yol verməli. Baxırıq ki, telefon əlində, qulağında işıqlarını yandırıb yol ver. Yəni bir sual verirəm. Sən yaxşı oldun, mən pis oldum. Yəni indi yəni mən bilirəm ki, sürücülərin çox hissəsi bax bu bəzi sürücülərin bu düşüncəsindən əziyyət çəkirlər. Yəni bunu dəyişmək vaxtıdır, dəyişmək zamanıdır. Yollarda biz bir-birimizə hörmətlə hər dəfə bunu deyirik. Sən gəlib deməli arxadan daimi olaraq məndən yol istəyirsən, çəkil qırağa, mən çıxım gedim. Bu təkcə sən məndən yol istəməklə yanaşı, məni də o şey deyirlər, bu belə deyək də, çaşqın bir vəziyyətə salırsan. Mən artıq eləsi var təcrübəlidir, eləsi var təcrübəsizdir. Təcrübəsizliyindən istifadə edib idarə etməni itirə bilər. Bəli, bu da var. Yəni nisbətdədir də yollardakı insanların sürücülük bacarığı deyək, təcrübəsi deyək. Bunları da həqiqətən nəzərə almaq lazımdır və sui-istifadə etməmək lazımdır. Müzakirəmiz davam edəcək. Sol zolağı öz şəxsi zolağı kimi istifadə edən sürücülər barədə sizin fikirləriniz nədir, hörmətli dinləyicilər? Yazın bizə fikirlərinizi gözləyirik yazılı və səsli mesaj olaraq. WhatsApp 055 455 10 77. Bəli, efirdədir qaydaları pozma. Aparıcınız mən Ceyhun Həsənli. Hər birinizi bir daha salamlayıram. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla bərabər bugün sağ-sol zolaq, bax bu məsələni ayırd edirik və müzakirə aparırıq. Görüntülər, yəqin ki, bilmirəm, görmüsünüz özünüzdə sosial şəbəkələrdə kifayət qədər paylaşıldı. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi komandası, belə deyək, heyəti xüsusən də bu məsələ ilə bağlı maraqlı video çarx nümayiş etdirdi. Avto FM radiosunda da təbii ki, sosial şəbəkələrdə də bu paylaşıldı və biz də bu radioda bunu müzakirə edirik. Ümumiyyətlə belə hallar bilirik ki, qəza riskinə də təsirsiz ötüşmür Ömər bəy. Statistikalar bilmirəm varmı, yoxmu, amma görüntülərdən hardasa müşahidə apararaq özünüz təyin edə bilirsiniz də. Bu pay, belə deyək də, bu qəzaların payı bu məsələdə digərlərinə nisbətdə azdırmı, çoxdurmu, yəni səviyyə etibarilə? Burada qəza şəraitinin faiz olaraq
biz qiymətləndirirsək, qəza şəraitinin yaranması yüksək faizindən götürə bilərik. Amma sırf paytaxtda qəzalar daha çox sol zolaqda baş verir deyə bunu açığı demək çətindir, amma qəzalar baş verir. Təbii ki, o qəzalar da ona görə baş verir ki, dediyimiz kimi sürücü ancaq düşünür ki, mən sol zolaqda hərəkət etməliyəm, sürətlə getməliyəm, sən çəkil kənara, aşağı sürətlə gedirsənsə, keç o biri zolağa, icazə ver, mən keçim. Yəni bu düşüncə ilə bağlıdır. Amma konkret olaraq deyə bilərəm ki, sırf bu səbəbdən Heydər Əliyev prospekti, Aeroport şosesi, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, bu xüsusilə də bəzi deməli hansı yolda hərəkət intensivliyi daha çoxdur? Bu yollarda biz bu hala tez-tez rast gəlirik ki, daha çox sürücülər deməli qeyri-pik saatlarda bu addımı atırlar ki, deməli siz çəkilin kənara, mən sol zolaqla hərəkət edim və mənə yol verməlisiniz. Yəni daha çox bu yollarda baş verir və təbii ki, qəzaların da baş verməsinin səbəbi qeyd etdiyim kimi sol zolaqda sürətlə nəqliyyat vasitəsini idarə etmək, ara məsafəsi saxlamamaq və bəzən də qarşıdakı nəqliyyat vasitəsindən yol istəyərkən onun çaşqın vəziyyəti, yəni belə deyək, həm təcrübəsiz olması, həm də çaşqın bir vəziyyətə düşüb idarə etməni itirməsi səbəbindən də qəzalar baş verir. Elşad bəy yazır ki, salamlar, aleyküm salam. Mənə şəxsən sərf edir hamının sol zolağa girmək istəyi. Bu halda çox rahat şəkildə sağ zolaqla hərəkət edirəm və sol zolaqdakılardan tez və rahat çatıram. Burada bir sarkazm əslində var. Biraz da bəli. Mən bir məsələni deyim, özüm də müşahidə edirəm və çalışıram deyirəm, mən maksimum dərəcədə bu cür, yəni nəqliyyat vasitəsini sürürəm. Ən gözəl yolu özünüz qəzanın baş verməsinə səbəb olmaq istəmirsinizsə, yəni hansı ki elə anlar var ki, siz özünüz səbəb olursunuz da həmin qəzanın baş verməsinə. Amma əgər istəyirsinizsə qəza baş verməsin, tutduğunuz zolaq üzrə hərəkətinizi davam elətdirin. Yəni 5 dəqiqə gec, 5 dəqiqə tez çatacaqsınız və bunun üçün mənə elə gəlir ki, yollarda belə deyək ki, qaydaları pozmağa ehtiyac yoxdur. Orta zolaqda tutmusunuz və yaxud da ki, sağ zolaqda indi təbii ki, dönəcəyiniz istiqamətdən asılıdır. Ona uyğun sürət həddindən 90 km/saatsa, təbii ki, hava şəraitini nəzərə almaqla 90 km/saatsa ona uyğun sürət həddini tutursunuz və öz zolağınızla hərəkət edirsiniz. Ehtiyac deyilsə zolaq dəyişmək mənə elə gəlir ki, əlavə qəza riski yaradır. Çünki siz qaydaları bilirsiniz, qaydalara əməl edirsiniz. Zolağı dəyişən zaman digər nəqliyyat vasitələri qaydanı bilmir, təhlükəli bir vəziyyət yaradır və qəza baş verir. Sizin fikirlərinizi səsləndirəcəyi artıq çox saylı belə mesajlar var, səsli mesajlarımız da var. Araz bəy yazıb salamlar, sol zolağı çox vaxt boş qoymaq lazımdır. Əgər yavaş yürümək istəyirsənsə, buyur sağ zolaqda sür. Məsələn, aeroport yolu və digər sürətli yollarda sol zolaq sürətli hərəkət üçündür. Və ardınca yazır ki, bəzi sürücülər isə telefon qulağında danışa-danışa bütün yolu sol zolaqla gedirlər. Halbuki sağ zolaq boş olur. Siqnal versən də özlərini eşitməməzliyə qoyurlar. Sürətli yolda həddindən artıq yavaş getmək də təhlükəlidir. Məsələn, icazə verilən sürət 110 olduqda saatda 50-60 km getmək qəza riskini yarada bilər. Daimi dinləyicimiz Araz bəydir. Hər zaman maraqlı fikirlərini yazır. Təşəkkür edirik. Buyurun Ömər bəy. Sol zolaq sürətli getmək. Görürsünüz, yəni təəssüflər olsun ki, əksər sürücülər bu cür bilirlər. Sol zolaq Sürətli zolaq kimi düşünürlər, bəli. Baxın, mən deyək ki, sol zolağa keçmişəm. Sürət həddi 90 km/saat. Bizdə 100-ə kimidir də, yəni 90 sürət həddini keçir. Deyək ki, mən elə 90 km/saat sürətlə keçirəm. Niyə gəl məndən arxadan yol istəyirsən? Bu da var, məntiqlidir.
Yəni sən demək istəyirsən ki, mən qaydanı pozmağı istəyirəm. Çəkil Sən mənə icazə ver. Mən bəlkə 120-dən, 140-dan, 150-dən gedəcəm. Özüm bilərəm də. Yəni ki, mən cərimələnəcəm, özüm bilərəm də. Yəni, bu düşüncə, baxın, ona görə deyirəm ki, mən bilirdim ki, dinləyicilərimizin bəziləri yəni elə bilirlər ki, sol zolaq sürətlə keçmək üçün. Ya bu düşüncə elə bir yayılıb. Hamıda yəni çoxları belə bilir, əslində amma düzgün yanaşma deyil. Mən xahiş eləyirəm dinləyicilərimizdən, sürücülərimizdən, hansı ki, yəqin ki, bizimlə razılaşırlar. Sol zolağa yalnız ötmə əməliyyatı edən zaman keçin. Və bu zamanda arxadan sizdən kimsə yol istəyirsə, təbii ki, dediyimiz kimi, qanun var, qayda var. Operativ nəqliyyat vasitələri istisna. Yol istəyən sürücülərə verməyin yol. Keçdiniz ötmə əməliyyatını elədiniz, keçin öz zolağınıza. Bəli. Yəni, yenə deyirəm, biz bu düşüncəni beynimizdən çıxarmalıyıq. Sol zolaq mənimdir, mən deyir ki, sən çəkil kənara, mən gedim. Yəni, şəni yendirirsən aşağı, deyirsən ki, qardaş, niyə? Yəni, sən məndən ağıllısan, sən məndən nəyindən seçilirsən ki, sən mənə deyirsən, çəkil qırağa, mən keçim. Mən keçim, bəli. Yəni, ona görə biz çox şey deyə bilərik. Biz sürücü olaraq çox şey deyə bilərik, özümüzdən uydura bilərik, deyilənləri eşidib danışa bilərik. Amma əsas qaydadır. Yol hərəkəti haqqında qanun. Bəli, bu qanunlara əməl etmək lazımdır. Əməl etməliyik və bu bizim borcumuzdur. Bunu məsuliyyət daşıyırıq. Yəni bu məsuliyyət hissini başa düşməliyik ki, biz məsuliyyət daşıyırıq. Biz yola çıxdıqsa, yol hərəkəti iştirakçısı hesab olunuruq və biz hər bir məsələyə görə təbii ki, qaydalar çərçivəsində məsuliyyət daşıyırıq. Ay avtomobilimin mən fikir vermədim, evdən çıxanda Allah uzaq eləsin, təkərə saz vəziyyətdə idi, texniki sazlığı yaxşı idi, yola çıxdım, belə oldu, qəza baş verdi. Özünüz bilirsiniz. Emin bəyin səsli mesajı var, göndərib. Buyursun, dinləyək. Hər vaxtınız Hər xeyir. vaxtınız xeyir olsun. Mövzu ilə bağlı mən də fikrimi bildirmək istəyərdim. Ümumiyyətlə bu sol zolağı tutub getmək, sol zolaqla hərəkət edərkən arxadan digər nəqliyyat vasitəsinin uzaq işıqlarını yandırıb söndürmək, bunlar bizim sürücülərdə hələ də, bəzi sürücülərdə hələ də bir sürücü mədəniyyəti kimi formalaşmır. Və Ziyad Bünyadov prospektində adətən günün axşam çağlarında, axşam vaxtlarında yük daşıyan nəqliyyat vasitələri yolun sol zolağı ilə hərəkət etməkləri bəs etməmiş kimi daha böyük sürətlə hərəkət edirlər. Yəni məsəl üçün mən sağla gedirəm, o solla gedir. Onun arxasından hərəkət edən nəqliyyat vasitələrinə də yol vermirlər. Həm sağla hərəkət edən nəqliyyat vasitələrinə, həm qarşılarındaşlara, həm də özlərindən geridə gələn nəqliyyat vasitələrində fikirləşmirlər. Bu həmçinin bu dediyim hal Bakı-Şamaxı yolunda Sultepe dairəsindən üzü Müşfiqabad qəsəbəsinə gedəndə də orada da yük avtomobilləri, yük maşınları bu qayda pozaraq hərəkət edir. Çox təəssüf. Bəli, razıyam. Bəzi yük avtomobilinin sürücüləri var ki, özlərini minik avtomobilinin sürücüsü kimi hiss edir. Sürətlə hərəkət edir, ötmə əməliyyatını düzgün eləmir, xüsusilə təhlükəli manevrlər edirlər və zaman-zaman da yəni onların səhv ucbatından qəzaların baş verməsində görürük. Yük avtomobilli sürücülərinin məsuliyyəti minik avtomobillərinin sürücülərinin məsuliyyətinə nisbətən daha çox olmalıdır. Yük avtomobili idarə edirsən. Yəni idarə etməni itirdin, bir avtomobil yox, 3-4-ün qarşında əzə bilərsən. Yəni dinləyicimizin dediyi məsələ ilə bağlı təbii ki, yük avtomobilinin sürücüləri qaydalara əməl etməlidirlər və onlar daha diqqətli olmalıdırlar, xüsusilə də axşam saatlarında. Deyək ki, onlara verilən vaxt var da qayda ilə, bəli. Xüsusilə 20 ondan 7-yə qədər. Və mən sizin anlayım ki, hər gün
20 yanvar metro stansiyasından Ziya Binodov prospekti istiqamətində ən azı 1-2-3 avtomobil yolda qalır. Texniki nasaz olmazsa və üstəgə də yola təsir edir onun qalması. Növbəti səs Zaur bəyə aiddir. Dinləyək Zaur bəyin də səsli mesajını, buyursun. Bir məsələlə bağlı Buyurun. toxunmaq istəyirdim. Bakıdan rayonlara gedən yolda, magistral yolunda, həmçinin qayıdış zamanı biz onu müşahidə edirik ki, sağ zolaqlar bərbad vəziyyətdədir və onu həmin zolaqla getmək mümkün deyil. Həmçinin görülür ki, böyük iri tonajlı maşınlar da sol zolağa keçir və yol vermək istəmir. Belə problemlə bağlı nə etmək olar? Adam məcbur olsan sol zolağa keçməyə. Orada siz demişkən işıqları yandır, faraları yandır, yol istəyirlər. Sən də məcbur olsan onlardan deyək ki, daha da sürəti artarsan ki, həmin çalala düşməyəsən. Bəli, çıxılmaz vəziyyətdə sanki elə bir qalıb Zaur bəy. Nə edərsən və son olaraq mən Ömər bəyə deyəcəm, soruşacağam daha doğrusu, nə tövsiyə eləyərdiniz? Ümumiyyətlə sürücülər yolda daha təhlükəsiz hərəkət üçün nələrə diqqət eləməlidir, xüsusən də bugünkü mövzumuzla bağlı. Buyurun. Hər zamanki kimi tövsiyələrimiz, müraciətimiz eynidir təxminən və bu etdiyimiz müraciət, tövsiyələrdə həmçinin mən özümə də şamil eləyirəm. Buradan çıxıb avtomobilə əyləşib evə gedəcəyik. Birinci növbədə maksimum biz yolda diqqətli olmalıyıq. Yəni, diqqətimiz yolda olmalıdır. Nə olur olsun, diqqətimiz yolda olmalıdır. Bizə ən vacib, bizim üçün ən vacib gələn zəng ailəmizdən gəlir və bizim ailəmiz də ən vacib olduğu təqdirdə təbii ki, bilir ki, bizim işdən çıxma vaxtımızı və bizim təhlükəsizliyimiz üçün vacib deyilsə zəng vurmur. Maksimum dərəcədə mobil telefondan hərəkət zamanı istifadə etməməliyik, diqqətli olmalıyıq. Eyni qaydada bir zolağı tutub zolaqlar üzrə yolumuza davam eləməliyik və ən əsası da yollar tək mənimdir düşüncəsindən biz uzağa durma. İndi yəqin ki, növbəti həftələrdə yaxşı bir mövzular da var, onu da müzakirə eləyəcəyik və elə sürücülərimiz də var ki, yolun daralmasından istifadə edib qaydaları Hər cür düşüncəyə sahib olanlar var. Biz baxın, indi siz deyirsiniz nə tövsiyə edirsiniz? Mövzu 1-dir, 2-dir, 3-dür. O qədər mövzular var ki. Çünki siz daha çox müşahidələr aparırsınız. Bəli. Məsələ orasındadır ki, və bütün bu bəzi sürücülərin yollarda o düşüncədə olması ki, sıxlıqdır da, neyinsən elə tez get çat. Bu düşüncədə olan sürücülərimiz bu düşüncədən uzaqlaşmalarını arzulayıram və bunun üçün də biz əlimizdən gələni eləyirik. Siz əlinizdən gələni eləyirsiniz, çalışırıq, amma özləri də əllərindən gələni etməlidir. Mən Ömər bəy sizə təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm ki, gəldiniz bugün verilişimizə çox vacib mövzunu. Mən belə başa düşürəm ki, biz bu mövzuya yenə də qayıdacağıq. Sizin təbii ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bilirik ki, çalışırsınız, müşahidələr aparırsınız, daha çox yollara nəzarət edirsiniz və növbəti verilişlərimizdə digər məsələlərə və xüsusən də əslində bugün bu məsələyə də toxunmalıdır. İki piyadanın vurulması ilə nəticələnən qəza və bugün də sosial şəbəkələrdə də kifayət qədər bu məsələ paylaşıldı. Çox həqiqətən də yaxşı olmayan bir görüntülər idi. Bu məsələlərə də yenə də qayıdacağıq. Qaydaları pozma verilişi olaraq Avto FM radiosu olaraq. Çox sağ olun deyirəm ki, gəldiniz. Təşəkkür edirik. Bir daha xatırladıram ki, bugün qonağımız Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov idi.